Meteoroloqlar küləkli hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq da veriblər. Bununla bağlı Dövlət Dəniz və Liman Agentliyinin gəmi hərəkətinin idarə edilməsi mərkəzi gəmilərə xəbərdarlıq edib. Bu barədə birbaşa bağlantıda əməkdaşımız Şəfiqə Hüseynova son məlumatları çatdıracaq. Şəfiqə, siz efirdəsiz, təfərrüatları sizdən eşidək, buyurun. Milli Hidrometeorologiya Mərkəzinin məlumatına görə dünəndən artıq deyilmişdi ki, bugün səhər saatlarında suru qar yağacağı, axşam saatlara doğru isə qara çevirəcəyi məlumatı verilmişdi. Biz də bununla bağlı dənizdə gəmilərin necə tənzimlənməsi, qrafiklərdə hansı dəyişikliklərin edilməsi barədə ətraflı məlumatı Dəniz Liman Gəmi Agentliyinin mətbuat katibi Pərvanə İmanovadan öyrənəcəyik. Buyurun Pərvanə xanım. Salam, hər vaxtınız xeyir. Hal-hazırda ölkə ərazisində sizin də qeyd etdiyiniz kimi küləkli hava şəraiti müşahidə olunmaqdadır və Xəzər dəniz akvatoriyasında hazırda şimal-qərb küləyi müşahidə edilir və küləyin fevralın 22-si səhər saatlarına kimi davam edəcəyi proqnozlaşdırılır və ümumiyyətlə küləyin sürətinin həmin günlər ərzində 30 metr saniyəyədək güclənəcəyi, dalğanın isə 7 metrə çatacağı proqnozlaşdırılır. Ümumiyyətlə bununla bağlı məlumat Dövlət Dəniz və Liman Agentliyinin gəmi hərəkətinin idarə edilməsi mərkəzinə daxil olan ki, mütəxəssislərimiz tərəfindən təhlil edilir və gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri, eyni zamanda lövbərdə dayanan hərəkətdə olan gəmilər, neft qaz platformalarına aid olan qurumlar da məlumatlandırılır. Ümumiyyətlə məlumatlar Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərində də ötürülür və ümumiyyətlə mərkəz həmişə olduğu kimi bu günlərdə də gücləndirilmiş iş rejiminə keçib və 24 saat bilirsiniz ki, mərkəz fasiləsiz xidmət həyata keçirilir. Hazırda isə 50-yə yaxın yerli və xarici bayraq altında üzən gəmilər lövbər dayanacaqlarına və sığınacaqlarına yerləşdirilir və 6 limana giriş-çıxış bağlıdır. Hazırda isə Xəzər dəniz akvatoriyasında dalğanın hündürlüyü 3 metrdən çoxdur və ümumiyyətlə bu günlər ərzində mütəxəssislərimiz Respublikamızın ərazi sularında hərəkətin bölünmə sistemində və gəmilərin idarə olunmasına köməklik göstərəcək və hərəkətin nizamlanmasını təmin edəcəklər və onlar küləyin azalma anına qədər məlumat mübadiləsi aparacaqlar. Təşəkkür edirik. Bəli, bizim sizə çatdıracaqlarımız hələ ki bunlar idi. Buyurun, söz sizdədir. Təşəkkür edirəm sizə Şəfiqə, sizə və sizin müsahibinizə.